İspat edin ki, yarım perimetri P hipotensuz S olan düzbucaqlı üçbucağın sahəsi S bərabərdir P vurulsun P çıxılsın S düsturu ilə hesablanır. Deməli, düzbucaqlı üçbucaqda A, B, S olaraq götürsək, yarım perimetri P bərabərdir A üstəgəl B üstəgəl S bölü 2. Və bilirik ki, A kvadrat üstəgəlsin B kvadratda bərabərdir S kvadrata. Həmçinin deməli, burada bir böyük S bərabərdir, kiçik P vurulsun R. Daxilə çəkilmiş çevirən radiusuna da gedə bilərik. Daxilə çəkilmiş çevirən radiusu isə R bərabərdir A üstəgəl B çıx S bölü 2. Buradan 2 dənə R bərabərdir A üstəgəl B çıx S. Və biz də burada yaza bilərik ki, 2P bərabərdir A üstəgəl B üstəgəl S. Əgər A üstəgəl B-ni əvəz etsək 2P çıx S ilə, 2R bərabərdir 2P çıx S, bir də çıx S. Deməli, 2R bərabərdir 2P çıxılsın 2S. Buradan alaraq ki, R bərabərdir, hər tərəf 2-yə bölsək P çıxılsın S. Və bəli, artıq bunu yaza bilərik ki, sahə bərabərdir P vurulsun R, onu da əvəzinə yaza bilərik P vurulsun P çıx S. Bəli, ispat elədik.